sizə qiyamətdən xəbər verimmi? Əziz Rəbbimiz Taha surəsinin 124-cü ayəsində belə buyurur: وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِي فَلَهُ مَعِيشَةً ضَنْكَ. Hər kəs məni bu dünyada yad etməkdən uzaq durarsa, ona sıxıntılı bir həyat verərəm. وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى. Və qiyamətdə onu kör olaraq məşhərə gətirərəm. قَالَ رَبِّ لِمَ حَشَرْتَنِي أَعْمَى وَكُنْتُ بَصِيرًا. Onlar deyərlər, ey bizim Rəbbimiz, niyə bizi kör etdin? Biz dünyada görən idik. Bəli, 126-cı ayədə Allahımız belə buyurur: قَالَ كَذَٰلِكَ أَتَتْكَ آيَاتُنَا فَنَسِيتَهَا وَكَذَٰلِكَ الْيَوْمَ تُنْسَى. Bəli, siz mənim ayələrimi açıq-aşkar gördüyünüz zaman ondan üz çevirdiniz. İndi isə bizim üz çevirməyimizin zamanıdır. Allah bizi Qurandan ayrı salmasın.